Nərimanovda sökülən evin kompensasiyası ödənilmir. Vətəndaş kömək istəyir. Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Monten qəsəbəsində evinin söküldüyünü bildirən vətəndaş kompensasiyasının hələ də ödənilmədiyini iddia edir. Bu barədə Rahib Səfərov tərəfindən Arzu Əliyevə ünvanlanan müraciətdə qeyd olunub. Media TV Azmedia qrupuna müraciətdə bildirib ki, 24 iyul 2025-ci il tarixində Aşıq Qərib və Məhəmməd Arif küçələrinin kəsişməsində yerləşən yaşayış evi Azərbaycan Dəmir Yolları QSC-nin ərazisində aparılan abadlıq işləri çərçivəsində sökülüb. Lakin hadisədən uzun müddət keçməsinə baxmayaraq, qanunvericiliyə uyğun kompensasiyanın verilməsi təmin edilməyib. Rahib Səfərovun sözlərinə görə məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət edilsə də konkret nəticə əldə olunmayıb. Bu isə ailənin sosial vəziyyətinə ciddi təsir göstərib və onları çətin maddi durumla üz-üzə qoyub. Vətəndaş müraciətində humanitar fəaliyyəti ilə tanınan Arzu Əliyevadan məsələyə dəstək göstərilməsini xahiş edir. O, problemin ədalətli şəkildə və qısa zamanda həll olunacağına ümid etdiyini vurğulayır. Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.